Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnema yuridullahu liyuzhibe ankum ritsa ahlal beyti ve yutahhirakum tedhira. Sadakallahul aliyyul azim. Merhametli ve rahimli olan Allah Taala'nın adıyla. O Allah ki dünyada hər kəsə, ahirətdə yalnız möminlərə rəhm edən Allahın adıyla. Ey Peyğəmbərin ev əhli! Allah sizdən günahlarınızı silib, çirkinliyi yox edib və sizi tərtəmiz etmək istəyir. Əzizlər, Əhzab surəsi 33-cü ayə. Allah Taala Peyğəmbər əleyhissalamın əhli beytinə sizi bütün günahınızı silib, çirkinlikləri sizdən uzaq edib, sizi pak etmək istəyir. Bu ayə əziz imamımız İmam Cəfər Sadıq əleyhissalama da şamil edilir. 42-ci surə 23-cü ayədə də Peyğəmbər əleyhissalamın əhli beytini sevin, məhəbbət göstərin. Əziz imamımız o ayə də imamımıza şamil edilir. Bugün Cəfər Sadıq əleyhissalamın şəhadət günüdür. 25-i Şəvval 1447 Hicri ili. Zamananın imamı İmam Zaman Cəlallah Fərəcəvə Teala başda olmaqla siz əzizlərə də eşidən hər kəs təsliyyət ərz edirəm. Allah Teala imamın əleyhissalamın bu şəhadəti ilə siz əzizlərə səbr kəramət eləsin. Dünyada ziyarətin, axirətdə şəfaətin hamımıza qismət eləsin inşallah. İmam Cəfər Sadıq əleyhissalam 6-cı imamımızdır. Adı Cəfər əleyhissalam, ləqəbi Sadiq. Künyəsi Əba Abdillah, atası Məhəmməd Baqir əleyhissalam 5-ci imamımız, anası Ummu Fərvə rəhmətullah aleyh 17 Rəbiyəl əvvəl 83-cü hicrində anadan olub, Mədinə şəhərində 34 il imamətlıq edib, 25-i Şəvval 148-ci hicri ili şəhadətə yetişib. Abbasilər xəlifəsi Mənsur Məlunun ona zəhər içirdərək şəhadətə çatdırıb, 65 il ömür sürüb, müqəddəs məzarı Mədinədə Bəqi qəbristanlığındadır. 7 oğul, 3 qızı imamımızın olubdur. İmam Əli əleyhissalamın nəslindəndir. 5-ci imamın oğludur. İmamın yaşadığı dövr Əməvilərdən Abbasilərə keçid ilə üst-üstə düşdü. Bu dövr siyasi qarşılıqlı dövr idi və bu səbəbdən İmam əleyhissalam elmi fəaliyyət üçün geniş imkan tapdı. Əməvi və Abbasi xilafət üstündə
ki, hərəkət edirdilər biri digərinə qarşı. O boşluqdan imam istifadə elədi. Böyük bir İslamda elmi fəaliyyət, xidməti oldu. 4000-dən çox tələbə yetişdirdi. Onun tələbələri arasında Əhl-i Sünnədən Əbu Hənifə, Malik ibn Ənəs imamların o məzhəbin də müəllimi olub İmam Cəfər Sadiq əleyhissalam. İmam təkcə şiələr üçün deyil, bütün İslam dünyası üçün böyük bir müəllim idi. İmam əleyhissalam buyurur ki, elm öyrənin, çünki elm insanı ucaldır. İmamın elmi yalnız fiqh deyildi, həm də təfsir, kəlam, hətta kimya elmi ki, tələbəsi Cabir ibn Həyyandır. Böyük xidməti olub. İmam gecələri ibadətdə keçirərdi və çox ağlayardı Allahla razı niyaz edən vaxt. İbadət yalnız çox namaz deyil, Allahı tanımaqdır. İmam Sadiq əleyhissalam Quranın canlı təfsiri sayılır. İmamın babası Məhəmməd Peyğəmbər əleyhissalam iki əmanət qoyuram. Əs-Səqaleyn, Kitabullah və İtratiha. Bu əmanətin biri Əhl-i Beyt və Qurandır. İmam Əhl-i Beyt əmanətlərdandır. İmamın hədisində var ki, bizim sözümüzü dirildənə Allah rəhm etsin. İnsanların ən yaxşısı odur ki, insanlara faydalı olsun. Günah kiçik sayıldıqda böyük olar. Bugün milyonlarla müsəlmanlar Cəfəri məzhəbi ardıcılıdırlar. Elə o Cəfəri məzhəbini yaradan da imamımız olub. İmam buyurur, hər kim Allahı tanısa, dünyanı kiçik görər. İmam Cəfər Sadiq elminin üstünlüyü bu idi ki, minlərlə alimin müəllimidir. Bu İslam elminin sütunundan biridir. Əhl-i Beyt yolunun qorucusudur. Quranın canlı təfsiridir. İmam Sadiq əleyhissalamın kəramətləri gəlib bizə çatıb hədislərindən. Rəvayət olunur ki, bir nəfər imamın yanına gəlib, heç demədən ona fikrin, İmam ona dedi ki, sən filan məsələni soruşmaq üçün gəlmişsən. O adam heyrətə gəldi ki, bunu mən sənə demədim, siz hardan bildiniz? Yəni, bu Allah Taala'nın seçilmiş bəndələrinə verdiyi ilahi elm və ilhamın nümunəsidir. Bir şəxs gəlir, imamdan yardım istəyir, imam əlini atır torpağa, ona bir ovuc torpaq verir. O adam gedəndən sonra görür ki, torpaq qızıla çevrilir. Bax, bu hədisdə göstərir ki, Allahın izni ilə imamlar qeyri-adi işlərə qadir olur. Bir şəxs gəlib, xəstə idi, imam onun üçün dua etdi, o, Allahın izni ilə sağalacaqsan, qısa müddətdə həmin şəxs o böyük xəstəlikdən sağaldı. Rəvayətlərdə var ki, imamın yaxınlarından biri
onun su üzerinde hareket ettiğini görmüş ve heyrete gelmişler. İmam buyurur ki, iman möhkəm olsa Allah bəndəsinə kömək edər. İmam Sadiq Aleyhisselam geceler üzünü örtüp kasıblara yemek aparardı. Hiç kim onun kim olduğunu bilmezdi. O şəhid olduqdan sonra cəmaət başa düşdü o ehtiyaclar. Onlara illərlə gizli şəkildə ruzi aparan, ərzaq aparan şəxs imam özü imiş. Yəni bax, bu imamın ixlasının böyük zirvəsindən xəbər verir. İmam hətta düşmənə qarşı da bağışlanma qüdrəti var idi. Bir nəfər imamı deyir, təhqir etdi. İmam gözləyirdi ki, o evinə gedəndən sonra və getdi onun dalınca evinə. Ona dedi, əgər sən mən barədə dediyin düzdürsə, doğrudursa Allah məni bağışlasın. Yox, əgər sən yalan danışırdınsa, bu da Allah Taala səni bağışlasın. Bir o adam ağlayarak tövbə etdi. Bir nəfər çox ibadət etdiyini deyirdi. İmam ona buyurdu, ibadət çox səcdə deyil, haramdan çəkinməkdir. Deyir, bu söz onu elə silkələdi və o həyatını dəyişdi. İmam Aleyhisselam bir gün qəbristanlıqdan keçərkən dayandı və ağladı. Soruşdular, niyə ağlayırsan? Buyurdu, bura səssiz evlərdir, amma içində böyük hadisələr var. Bu sözler insanın kalbini titredirdi. İmamın bu sözü. Sessiz evlerdi ama içinde büyük hadiseler var. Deyir İmam Aleyhisselam şahadata yakın buyurdu, bizim şəfaatimiz namazı yüngül sayanlara çatmaz. Hadiste var, bu onun son vəsiyyətiydi. Yani bugün möcüzəleriyle Allah'ın qüdrətini gösterdi öz dövründə. Həyatıyla insanlara yol gösterdi. Əxlaqıyla düşmənləri belə dəyişdi. İmam buyurur, qiyamət günü elə bir gündür ki, insan anasından, atasından, qardaşından qaçar. İmam buyurur, qiyamət günü insanların ən çox peşman olanı odur ki, bildiği ilə əməl etməyib. Yəni, elm var, amma əməl yoxdur. Bu, ən böyük zərarlardan biridir. İmam buyurur, kiçik günah yoxdur. Əgər insan onu davamlı edərsə, qiyamətdə bu kiçik sayılan günah dağ kimi qarşısına çıxacaq. İmam buyururdu, qiyamətdən əvvəl özünüzü hesaba çəkin. Hesaba çəkməmişdən əvvəl. İmam namaz yüngül sayan şəfaatimiz onlara çatmaz. Və qəbir ahiretin ilk mənzəlidir. Orada nicat tapan sonrasında daha rahat olar. Qəbir ahiretin ilk mənzilidir. Orada nicat tapan sonrasında daha rahat olar. Qəbirdə çətinlik çəkən üçün qiyamət daha ağır olacaq. İmam buyurur, qiyamət günü ən böyük qazanc Allahın razılığıdır. Qiyamət peşmançılıq günüdür, amma o gün peşmançılıq fayda verməz. Bunlar İmam Sadiq Aleyhisselamın hədisləridir. İnsanların dəyəri qiyamətdə əməlləri ilə ölçülər. Nə mal, nə vəzifə, yalnız əməl qalacaq. Allah qiyamət günü yalnız sağlam qəlbləri qəbul edər. İmam buyurur, elə yaşa ki, sanki hər an qiyamət qopacaq. Bax, İmam Cəfər Sadiq Aleyhisselam bizə öyrədir ki,
Qiyamət çox yaxın və gerçəkdir. Hər əməl yazılır. Qurtuluş yalnız iman və salih əməllərdədir. Allah Taala İmam Cəfər Sadıq əleyhissalamın bizə dünyada ziyarətini qismət eləsin, axirətdə də